Hər vaxtınız xeyir olsun yoldaşlar. MHM yeni toplusuna alınan suallarla davam edirik. Baxırıq 56 nömrəli sual. Nizami Gəncəvidəndir. Önündə minlərcə gözəl qız varmış, xidmətə ay kimi kəmər bağlarmış. Nümunəsinə əsasən klasteri tamamlayan fikirləri müəyyən edin. Sol tərəfdə yazılıb doğru fikirlər. Klasterin üzərində yazılmış bu fikir açar məqamdır və seçəcəyimiz cavablar bu fikirdən asılıdır. Yazılıb ki, düzəltmə say işlənmişdir. Minlərcə sözü kökü minlərcə leksik olmaqla düzəltmə deyilməyən miqdar sayıdır. Həqiqətən də bu fikir doğrudur. Demək bizdən doğru fikirlər yazmamızı istəyir. Baxaq, fərqləndirilən söz feillə amonimlik təşkil edir. Minlərcə sözü feillə anonim deyil. Bu sözün kökü feillə anonimdir. Minlərcə artıq burada başlanğıc formadır və biz anonimlikdə başlanğıc formanı nəzərə aldıq. Bu sözün özü feillə anonim deyil. Yanlış fikirdir. Tərkibcə dəyişə bilməyən ifadə formaca dəyişib. Söhbət kəmər bağlarmış ifadəsindən gedir və bu ifadə frazeoloji birləşmədir. Çünki burada məcazləşmə məzmunu özünü göstərmiş olur. Xidmətə ay kimi kəmər bağlarmış. Yəni xidmətə aid olmaq, deyək hazır olmaq mənalarını ifadə etmiş olur. Və bu ifadə də formaca dəyişir. Tərkibcə dəyişə bilmir, düzdür. Amma formaca dəyişə bilir. Qrammatik şəkilçilər qəbul edir. Bu ifadədə qeyri-gələcək zamanıdır və mış da imişin qısaldılmış halıdır. Doğru fikirdir. Sifət aid olduğu ismini itirsə, ismi xüsusiyyətini daşıyaraq cümlədə mübtəda olacaq. Gözəl ifadəsi qız ismini izah edərək təyin vəzifəsindədir. İfadə gözəl varmış formasında olacaq və gözəl sözü burada ismi xüsusiyyətini daşıyaraq mübtəda olacaq. Həqiqətən də doğru fikirdir. Təsirli halda olan isim cümlədə tamamlıq kimi işlənmişdir. Kəmər ifadəsi burada təsirli haldadır, amma biz dedik axı burada frazeoloji birləşmədir. Frazeoloji birləşmə bütövlükdə bir cümlə üzvü vəzifəsində çıxış etmiş olur. Yəni parçalana bilmir. Kəmər bağlanmış bütövlükdə olacaq. Burada tamamlıq olmayacaq. Ona görə bu yanlışdır. Doğru cavab 2 və 3. B variantı.